Johnny ləqəbi ilə məşhurlaşan Azərbaycanlı müğənni Cahid Hüseynli Minskdə çıxışı zamanı səs tellərindəki problemlərə görə bütün konsertlərini aprelin ortalarına qədər təxirə salıb. Bu barədə Maş Telegram kanalı məlumat yayıb. Məlumata görə 30 yaşlı ifaçı qrafikdən tamamilə kənara çıxıb və növbəti 2 həftə ərzində bütün səhnə çıxışlarını ləğv edib. Buna səbəb martın 27-sində Minskdəki konserti zamanı səs tellərinin kəskin iltihabıdır. Səhnədəki çıxışı zamanı Johnny özünü pis hiss edib. İltihabı azaltmaq və ağrıları aradan qaldırmaq üçün ona 5 adrenalin vurulub. O, konsertə davam edib, amma vəziyyəti pisləşib. Həkimlər ona mahnı oxumağı, hətta danışmağı belə qadağan ediblər. Əks halda o, səs tellərini itirə bilər. İfaçı hazırda həkim nəzarətindədir. Ona şişkinliyi azaltmaq, həmçinin inhalyasiya və ağciyərin nəmləndirilməsi üçün hormonal və antiinflamatuar müalicə təyin edilib. Həmçinin 3 həftə ərzində ciddi yuxu rejiminə riayət etmək və səs tellərində heç bir gərginlik yaratmamaq tapşırılıb. Əgər onun sağalması problemsiz keçərsə, Johnny aprelin 19-da konsertləri üçün səhnəyə qayıda biləcək.